Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçıları, sizi Zəfərdən Qayıdışı adlı Nüvədi kəndinin deportasiyasının 35-ci ildə önünə həsr olunmuş onlayn anım tədbirində salamlayırıq. Bu tədbirin əsas məqsədi 1988-1991-ci illərdə Mığrı rayonu və onun kəndlərindən deportasiya olunmuş soydaşlarımızın əziz xatirəsini yad etmək, tarixi yaddaşı qorumaq və Qərbi Azərbaycana qayıdış ideyasını yaşatmaqdır. İndi Azərbaycan Respublikasının dövlət himnini dinləyək. İndi isə Azərbaycan xalqının ümumi milli lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimiz və deportasiya qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Açılış nitqi üçün sözü Mığrı rayon icmasının sədri akademik Fikrət Müəllim Əliyevə verir. Buyurun Fikrət müəllim. Hörmətli tədbir iştirakçıları, əziz ellilərim, əziz dostlar, bugün bütün Mığrı rayonunun, eləcə də Azərbaycanın yaddaşına həmişəlik həkk olunmuş bir gündür. Çünki bugün Qərbi Azərbaycanlıların sonuncu yaşayış məntəqəsi olan Nüvədi Qərbi Azərbaycanı tərk etmişdir. Nüvədinin Qərbi Azərbaycanı tərk etməyi sonuncu Azərbaycanlıların Ermənistandan deportasiyasıdır. O günü hamımız xatırlayırıq, o gün bütün insanlar xatırlayır. Çünki həmin günlər bizim qəlbimizdə bir yaradır, bir anım günüdür və bunu biz yəqin ki, inşallah gələn il bu zaman artıq öz torpaqlarımızda qeyd edəcəyik Allahın köməkliyi ilə. Siz hamımız yaxşı bilirik, siz də mən də sizinlə bölüşürəm. Artıq dünyada bizim gördüyümüz o 35 il bundan əvvəlki zaman deyil, zaman tamamilə dəyişib. Bir-birinə dost deyən, bir-birinə qardaş deyən, bir-biri ilə qucaqlaşan, bir-birinin silahının yardımı ilə kimsəsiz, iyəsiz insanları o zaman mən nəzərdə tuturam, öz torpaqlarından qovub çıxartmaq. Bu heç vaxt qəhrəmanlıq hesab olunmur, həmişə bu canilik hesab olunur. Çünki əli yalın, qadını, uşağı bir-birinə qatıb 1500-1700 nəfərlik, eləcə də 7000 nəfərlik Mığrı rayonunun qovub oradan çıxartmaq o canilikdir, qəhrəmanlıq deyil. Amma
ümummilli liderimiz ikinci dəfə hakimiyyətə gəldikdən sonra tamamilə dəyişdi bu görünüşlərin hamısı. İnsanlarımızın bahitliyi nəzərə çarptı. Çox böyük görüntülər göründü. Artıq insanlarımız cəmləşdilər bir yerə. Azərbaycanın hal-hazırdakı rəhbərimiz Cənab İlham Əliyevin, prezidentimiz, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın suverenliyi azadlığı, tam azadlığı bir dəfə bərqərar olundu. Mən düşünürəm ki, bu həmişəlik bir hadisədir. Həmişə biz azad olacaq, suveren olacaq. Onun üçün biz Mığır rayon icması adından bir daha Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk və gedən proseslər onu göstərir ki, Azərbaycanlıların o cümlədən Qərb Azərbaycana qayıtmaq məsələsi reallaşır, legallaşır. Bunun da mən hesab edirəm ki, başqa yolları yoxdur. Türkiyə, Azərbaycan və Ermənistan bir araya gəlməlidirlər və öz müqəddəratını Ermənistan həll etməlidir. Onun da ancaq yolu Qərb Azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bitir. Mən bir hadisəni xatırlatmaq istəyirəm. O zaman nüvədinin çıxdığı tarixi mən yadıma saldım indi bu saat. Həmişə mənim yadımdadır. Heç kim nüvədiyə durmurdu. 2 il idi, artıq 3 il idi. Qərb Azərbaycan tamamilə Azərbaycanlılardan boşalmışdı. O zaman təzə Ali Məclisin sədrliyinə gəlmiş Naxçıvanda ümummilli liderimiz nüvədillərə Vəzinəlidə durdu. Ora silahlı dəstələr göndərdi. Nə mənada? Yəni, cəmaatı qorumaq üçün. Orada hamı bilirdi ki, o zaman qərb tərəf, Zəngilanın qərb tərəfində boşluq var idi. Görüntü yox idi, qorunma yox idi. O zaman nüvədillər əl-ələ verdilər. Qəhrəman nüvədi cəmaatı, nüvədi gəncləri həm Zəngilanı qoruyurdular, həm də nüvədilləri qoruyurdular Ermənistan tərəfdən. Və o zaman Moskvadan gəlmiş bir qrup deputat desək, Rusiyanın deputatları nüvədilləri təzədən tələyə salıb geriyə aparmaq istəyirdilər ki, orada da nüvədillərlə Allah bilir nə danışacaqlar, nə eləyəcəklər və cəmaat tələyə düşməliydi. O zaman ümummilli liderimizin göndərdiyi həmin o insanlar cəmaatımızı o bəladan xilas etdilər. Və sonra müxtəlif yardımlar, müxtəlif köməklər və nüvədillər Zəngilandan sonra çıxdı Zəngilandan. Zəngilan boşalmışdı, Cəbrayıl boşalmışdı, Füzulinin yarısı boşalmışdı, Qubadlı tam boşalmışdı, ancaq nüvədə hələ Vecinəlidə idi. Və o zaman cəmaatımızın heç bir itki vermədən İrandan keçib, İmişlidən gəlib, Bakıya gəlməkləri, Azərbaycana gəlməklərində də ümummilli liderimizin prezident kimi böyük rolu oldu. İran rəhbərliyi ilə danışdı və oradan Naxçıvan gölündən suyu azaldıldı və cəmaatımız maşınlarla rahat keçə bildilər. Bununla mən çox vaxtınızı almaq istəmirəm. Mən bir də hamınıza xoş gəldin deyirəm. Minnətdaram ki, Mığrının, nüvədinin, Qərb Azərbaycanın bu günündə, anım günündə iştirak edirsiniz. Xüsusilə Şair müəllimi salamlayıram. Bizim əziz qonağımızdır və hamınıza minnətdarlıq edirəm. Buyurun, sağ olun. Çox sağ olun. Əziz müəllim də eşidir bizi. Nəsə texniki problemlərə görə Fikret müəllim qoşula bilmir. İndi isə sözü veririk. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi sahədə zəngin təcrübəyə malik mütəxəssis Şair müəllim Ramaldanova. Buyurun Şair müəllim. Mən hamınızı salamlayıram. Bizim baxmayaraq ki, mən bilirsiniz şimaldanam. Ancaq burada bir yerdə olmağımız onu göstərir ki, biz bütöv Azərbaycanı
bizim üçün şimal, qərb və cənub yoxdur. Bizim üçün ümumi bir Azərbaycan var. Və Azərbaycanın digər torpaqlarına, işğaldan azad olunmuş ərazilərə, artıq bizim ata-baba yurtlarına qayıdış edən Azərbaycanlılarla bərabər mən arzulayıram ki, siz də o günü görəsiniz, siz də o torpağa qovuşasınız, siz də o köklərə qayıdasınız. Çünki hər bir insan üçün, hər bir cəmiyyət üçün, istər keçmişi olsun, istər gələcəyə üçün bu çox vacib bir amildir. Çünki biz kök deyəndə, yəni biz artıq o kök salmış vətənimizi nəzərdə tuturuq. Mən ümumiyyətlə deyərdim ki, bir hərbiçi kimi siz də belə bunun şahidi olmuşsunuz. Yəni işğal olunanda istəyirdilər ki, bizə unutsunlar. Desinlər ki, daha ora qayıtmayacağıq, daha nə bilim, bu hamısı getdi və s. və ilahi. Belə sözləri siz çox eşitmişsiniz. Ancaq ki, bizdə o alovu həmişə saxlayan, yandıran, inamımızı, belə deyək ki, daimi inamlı eləyən Ulu Öndərin gəlişindən sonra torpaqlarımızın azad edilməsi ilə bağlı deyilən fikirlərdir, kəlamlardır. Və heç vaxtı Ulu Öndər demək olar ki, bəlkə də bir anda şübhə etmirdi ki, biz o torpaqlara qayıdacağıq. Onun davamçısı olan Cənab Prezident İlham Əliyev o siyasəti davam eləyərək demək olar ki, o estafeti Ulu Öndərin davam etdi və xalqımıza yenə də ümidi demək olar ki, öz hərəkəti ilə, öz siyasəti ilə və nəticədə rəhbərlik etdiyi Ali Başkomandanı kimi silahlı qüvvələrlə verdiyi vədi öz birinci növbədə atasının belə deyək qarşısında, sonra da xalqın qarşısında məruzə etdi ki, Azərbaycan torpaqları azad edildi. Və demək olar ki, bəlkə də liderlik xüsusiyyəti həmişə önəmdə olub. Hər yerdə liderlik xüsusiyyəti önəmdə olub. Və Azərbaycanın bugün xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Azərbaycan xalqı seçdiyi liderlər doğrudan da liderlik, belə deyək, bütün xüsusiyyətlərə malik olan insanlar dahi insanlardır. Və bu insanların apardığı işi və liderlik nəticəsində biz bugün müstəqil, suveren, azad Azərbaycanda yaşayırıq. Və əlbəttə bugün Bərəhmən qardaşımızın bu tədbirin bu formada keçirilməsi və digər tədbirlərin də keçirilməsi bu çox vacibdir. Çünki bu bizi bağlayır o torpağına. Biz orada olmasaq da ancaq bizim bir bağlantımız var. Bağlantı o deməkdir ki, biz oraya qayıdacağıq. Və sizin oraya qayıdışınızı inşallah başqa bir şəkildə daha da nətər deyərlər, o məqsədimizə nail olmuş şəkildə biz çatacağıq. Əlbəttə ürəyim doludur. Ancaq bilirəm ki, burada iştirakçılar var. Mən əsas fikrimi, əsas istiqamətimi, əsas sizlə bir yerdə olduğumu və Bərəhmən qardaşıma minnətdaram. Biz döyüş yoldaşıyıq ki, o məni dəvət elədi və sizlərlə də mən bu fikirlərimlə bölüşə bildim. Bir daha hamınızı bağrıma basıram, uğurlar diləyirəm və gələcəkdə köklərinizə qayıdışını arzulamaq, belə deyək, arzusuyla bu fikrimi yekunlaşdırıram. Çox sağ olun Şair müəllim. Allah razı olsun, vaxt ayırdınız, dəstək verdiniz, elə çıxışınızdan da önəmli göstərdiniz. Minnətdaram sizə. İndi isə bir video hazırlanıbdır. Xahiş edirəm o videoya baxaq. On minlərlə Azərbaycanlı ötən əsrin müxtəlif dövrlərində Qərbi Azərbaycandan deportasiya olunub və bu ərazilərin Azərbaycanın əzəli torpaqları olması tarixi həqiqətdir. Prezident İlham Əliyev bu tarixi gerçəkliyə dəfələrlə münasibət bildirib. Stat: əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Statın sonu.
ben inanıram. Ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Mütlak. Siz gelecekte hele gidip öz güzel Göyçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Ata babalarının kabirlerini de göreceksiniz. Ben buna hiç şüphe etmirəm. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq. Mehri rayonunda böyük Nüvədi kəndi var. Çox minlik əhalisi olan bir kənddir. Sırf Azərbaycanlı kəndidir. Arazın qırağında Naxçıvanla Azərbaycanın böyük torpağını aralayan o Ermənistanın, indi Ermənistanın olan hissəsində Mehri rayonunun düz demək o məsafənin ortasında yerləşir. Həmin o Nüvədi kəndi də 29-cu ildə verilibdir. Azərbaycanın tərkibindən Ermənistana verilibdir. Tamam Azərbaycan kəndi olaraq. Qədim Azərbaycan çox böyük ənənələrə mənsub olan bir kənd. Və onda deyə bilərəm ki, o Nüvədi əhalisi çox dəyanətli insanlardılar. Onlar hətta Ermənistanın ərazisindən Azərbaycanlıların əksəriyyəti çıxardığı halda 91-ci ildə mənim xatirimdədir. Nüvədidən çıxmırdılar onlar. Onları sonra zorla oradan çıxartdılar, gətirdilər. Zəngilanda bir Vəcnəvi kəndi var, onun yanında çadırlarda onlar yaşayırdılar. Onlar çıxmırdılar, onlar mübarizə apardılar. Onlar oradan çıxarda da bilmirdilər. Sonra bir neçə dəfə Naxçıvana gəldilər mənim yanıma. Məndən imdad istədilər, amma mən özüm Naxçıvanı çox çətinliklə qorurdum. Onlara nə edə bilərdim? Amma ona baxmayaraq, mən vertolyot vasitəsilə, onda bizim imkanımız vardı, vertolyot vasitəsilə bir neçə dəfə ora, həmən o Zəngilanda Vəcnəvi kəndinin yanında yerləşən o çadırlara, o nüvədilərin yanına nümayəndələri göndərdim və ora biz müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq. Yəni bir Naxçıvanın torpaqları yox, elə Azərbaycanın başqa hissələrindən də torpaqlar ondan sonraki devirlərdə təəssüflər olsun ki, əldən gedibdir. Və indi bizi Naxçıvandan ayıran təxminən 40-46 kilometr dəmir yolu ilə geçsək, sərhədlə geçsən bir məsafə, Ermənistanı İrana bağlayan məsafə, o vaxtları hətta Zəngəzur Ermənistana verilən zamanda o qədər deyildi. Biz buna xəritə ilə baxırdıq. O təxminən 10 kilometr olubdu o araza çıxış. Amma sonra o tərəfdən Naxçıvana daxil olan kəndlər əlindən alınıb. Bu tərəfdən yəni bu Zəngilan, o vaxt Zəngilan deyildi, o vaxt Cəbrayıl qəzası hesab olunurdu. Bu tərəfdən bunları alaraq, Ermənistana qataraq 10 kilometrini eləyiblər 46 kilometr. Mən ikinci dəfədir ki, bu binadayam. 12 il bundan əvvəl binanın açılışında iştirak eləmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və o vaxt ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur. Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdir. Və bugün ikinci dəfə buradayam və artıq bu binada Qərbi Azərbaycan icması yerləşibdir. Və bugün bu binanın Qərbi Azərbaycan icmasına verilməsini biz qeyd edirik. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan
soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. Və sonuncu kəndimiz Nüvədi kəndi 91-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq. İndi isə söz verilir. Bağışlayın, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Musa Müəllim Musayevə. Buyurun Musa Müəllim. Dəyərli toplantı iştirakçıları, Nüvədinin işğalının 35 illiyini biz bugün qeyd etməyə yığışmışıq. Bərahman müəllimə xüsusi təşəkkürümü bildirirəm ki, belə bir gözəl ixtirakçılıq ortaya atıbdır. Təbii ki, bizim hamımızın ağsaqqalı, Meğri İcmasının sədri Fikrət müəllimə dərin təşəkkürümü bildirirəm. Sağ olsun, var olsun ki, belə gözəl tədbirlərin təşkilatçılığında öndə gedir. Eyni zamanda mən burada hörmətli polkovnik Şair müəllimi gördüm. Bizim hərbi eksperti, çox şərəfli, ləyaqətli, dövlətini, millətini, torpağını sevən bir şəxsdir. Onu xüsusi salamlamaq istəyirəm. Qonaq qismində bugün burada iştirak edir. Demək, Bərahmanın cəbhə yoldaşı və şəxsi dostudur. Ona da öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Çox təəssüf hissi ilə qeyd edirəm ki, biz bugün Nüvədi kəndimizin işğalının 35 illiyini burada canlı yayımdan qeyd edirik. Hər birimizin təbii ki, arzusudur. Ümumiyyətlə, bütün Meğri İcmasının arzusudur ki, biz öz doğma torpaqlarımıza, dədə-baba yurdumuza qayıdaq, gedib o qəbirstanlıqlarımızı bərpa edək, evlərimizi bərpa edək və mən düşünürəm ki, bugün uzaqda deyil. Ümumiyyətlə, demək, mən siyasətə qoşulduğum bu 37 il ərzində daimə Nüvədi arzusu ilə yaşamışım. Milli məclisdə, demək, olduğum dövrdə, 2000-2005-ci ildə, istərcə də bundan sonraki dövrdə mətbuatda, televiziyada, dəfələrlə toplantılarda çıxış etmişəm və həmişə də əmin olmuşam və inanmışam ki, biz öz doğma torpaqlarımıza qayıdacaq. Təəssüflər olsun ki, 93-cü ildən başlayaraq ulu öndərimiz sülh yolu ilə bu məsələlərin həllinin çözülməsini istəyirdi. Eyni zamanda 9 rayonumuz bizim Azərbaycan torpaqlarının 20% işğal altındaydı. Buna baxmayaraq ermənilər sülh yolu ilə bu məsələlərin çözülməsini istəmirdilər. Şükürlər olsun ki, cənab prezidentimiz nəhayət dəmir yumruğu işə saldı, müharibə yolu ilə şəhidlər verərək biz 20% torpaqlarımızı işğaldan azad etdik. Bugün qasqınlarımız, köçkünlərimiz öz dədə-baba yurduna qayıdırlar. Qayıdış proqramı demək olar ki, hər gün televiziya vasitəsilə baxanda o Qarabağ və Qarabağ ətrafı rayonlara, kətlərə, köçlərin biz şahidi oluruq. O vaxtı biz hər birimiz Qarabağlıydıq.
Bu gün də bütün Azərbaycan, 50 milyonluq Azərbaycanlılar hamısı Qərbi Azərbaycanlıdır. Biz hamımız məqsədə, mərama nail olmaq üçün birləşib yumruğu bir yerə vurmalıyıq. O cümlədən Qərbi Azərbaycan icmasının yaranması dekabr ayının 24-də 3 il tamam olacaq ki, Qərbi Azərbaycan icması yaranıbdır. Cənab Prezidentimizə bütün Qərbi Azərbaycanlılar adından özlərin təşəkkür və minnətdarlığımızı bildiririk ki, nəhayət Qərbi Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinə də öz diqqət və qayğısını göstərir. O cümlədən Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvləri və o cümlədən sədri Əziz müəllimə dərin təşəkkür və minnətdarlıq bildiririk. Bütün nüvədillər, mığrılılar adından bildiririk ki, çox yüksək səviyyədə işlər, tədbirlər keçirilir. Demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir. Bu Qərbi Azərbaycan icmasının demək qurumlar yaradılıbdır, kənd icmaları, rayon icmaları yaradılıb, hətta xarici ölkələrdə də bu icmalar yaradılıbdır. Mən inanıram və güvənirəm, həmişə o çıxışlarımda da demişəm, bir daha bəyan etmək istəyirəm ki, biz mütləq öz doğma dədə-baba yurdumuza qayıdacaq. Bir də mən ona əminəm ki, bu ermənilər birisi çox uzaq görən biz və fırıldaq bir millətdir. Niyə? Gördüyünüz kimi Nüvədi kəndinin əksəriyyətini darmadağın ediblər. Mərkəz hissəni, demək ki, Nüvədinin 70% evlərini dağıdıblar. Demək, onların orada ömürlük yaşamaq fikri yoxdur. Və onlar anlayırlar ki, bu kəndin sahibləri gec-tez öz doğma kəndlərinə qayıdacaq. Ona görə də o evləri dağıdıblar. Təbii ki, o bağların, bağçaların içərisində olan bəzi evləri saxlayıblar. O da məqsəd güdürlər də. O nüvədilərin əkib keçərdiyi üzümü, əriyi, şəftəlini, narı, digər məhsulları yığıb, satıb öz dolanışıqları qurmaq üçün. Bir sözlə, mən təbii ki, çox danışa bilərəm, saatlarla danışaram Nüvədi haqqında. Bu avqust ayıdır, siz bilirsiniz ki, iyul, avqust ayı, 3 ay biz həmişə yaylaqda olardıq, Hüseyin Bəkməndə, Gülün ovunda olardıq. İnsanlar zəhmətlə ot biçərdi, odun hazırlayardı, qışa hazırlıq görərdi. Amma əfsuslar olsun ki, biz bugün o işlərdən uzaqdayıq. Yaylaqlardan da öz doğma kəndimizdəndir. Amma qarış-qarış biz artıq yaxınlaşırıq. Demək, artıq Zəngilan, Vecnəli, necür deyərlər, bütün yüksəklər bizim Azərbaycan əskərlərinin əlindədir. Nüvədi demək olar ki, bizim ovcumuzun içərisindədir. Təbii ki, Cənab Prezidentimizin dediyi kimi, biz müharibə yolu ilə deyil, sülh yolu ilə, topla, tüfəng ilə, tankla deyil, necür deyərlər, biz minik avtomobilləri ilə, açılacaq gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə biz öz kəndimizə qayıtmaq fikrindəyik. İnanıram ki, erməni milləti də, erməni dövləti də, onların rəhbərləri də nəhayət düşünüb daşınmalıdırlar və bilməlidirlər ki, Qərbi Azərbaycanlılar öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Öz qəbirlərini, ziyarətgahlarını ziyarət etməlidirlər. O cümlədən də Mığrılılar və Nüvədililər öz doğma torpaqlarına qayıtmalıdırlar və biz qayıdacaq. Bu bir aksiyondur. Aksiyon bu deməkdir ki, bunun isbata, sübuta ehtiyacı yoxdur. Mən bir daha bütün Mığrı icmasını, Nüvədilləri birliyə dəvət edirəm. Umuküsülərə, şəxsi mənafelərə, şəxsi mövqeləri kənara atmaq lazımdır. Dövlətimizin, dövlətçilimizin, millətimizin mövqeyində durmaq lazımdır. Məqsəd, məram bir olmalıdır. Dəmir yumruq ətrafında birləşərək sülh yolu ilə biz öz doğma kəndimizə qayıtmalıyıq. Belə tədbirləri tez-tez təşkil etmək lazımdır. Mən düşünürəm ki, inşallah vaxt gələcək biz bu Nüvədinin işğal gününü, Nüvədinin qayıdış bayram günü kimi qeyd edəcək. Nədir ki, digər Qarabağ zonasına qayıdanlar onu qeyd etdilər toyla, bayramla. Biz inşallah öz doğma kəndimizə qayıdacaq, sönmüş ocaqlarımızı yandıracaq, yenə də kəndimizi abadlaşdıracaq. Mən inanıram ki, Cənab Prezidentimiz Ali Baş Komandanımızla birlikdə Zəngəzur dəhlizinin Nüvədidə olan açarını açacaq və o yol açılacaq. Biz yenə də Naxçıvana, Ordubada, oradan da Türkiyəyə dəmir yol vasitəsilə, quru yol vasitəsilə əlaqələr yaradacaq. Bu bizim üçün nə qədər önəmli, yaxşıdırsa, bir o qədər də Ermənistan, ermənilər, erməni dövləti üçün də yararlıdır. Mən bir daha hamınıza, bütün iştirakçılara, iştirak edə bilməyənlərə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Sağ olasınız, var olasınız, Nüvədidə görüşmək arzusu ilə.
Sağ olun, var olun. Çox sağ olun Musa müəllim, dəyərli fikirləriniz üçün minnətdarıq sizə. Hörmətli tədbir iştirakçıları, növbəti qonağımız Türkiyənin Orta Doğu Universitetinin professoru, Türkiyə Akademiyasının akademiki Təhmasib müəllim Əliyevdir. Təhmasib müəllim, buyurun. Əvvəlcə hamınızı təbrik edirəm, belə mötəbər bir iş üçündür. Təşkilatçı olan arkadaşların hamısını təbrik edirəm. Ben dilçi değilim ama nüvede hakkında düşündüm ve bu sözün etimolojisinin hardan geldiğini anlamaya çalıştım. Fizik olduğuma göre nüvede sözünün mənasını böyle özüm için böyle açıkladım. Aslında sözde bir sözün üzerindeki vurgunun yerini değiştiğimiz zaman nüvede olur. Ne için nüvede? Xəritəyə baxdığımız zaman bu sualın cevabı çok açık görünür. Nüvədir çünkü bu kent bütün Türk dünyası için nüvədir. Onun merkezidir. Xəritəyə bakın, sol qərb tərəfində Naxçıvan, oradan Türkiye, şərq tərəfində Şərqi Zəngəzur, yukarı tərəfdə Dərələyəz, cənub tərəfdə Cənubi Azərbaycan. Ona göre bu kent Türk dünyası için bence çok doğru bir ad koydular. Sadece vurguyu yanlış, bir sözde vurguyu yanlış değiller ve bu nüvədir. Ve bu kent Qərbi Azərbaycanlıların Ermənistandan deportasiya olunduğu zaman en son çıkan kent olduğundan göre noktayı nəzərindən baktığımız zaman da Qərbi Azərbaycana qayıdış olduğu zaman da, çünkü onlar çok uzak bir mesafe getməyiblər o bir rayonlar gibi. İlk qayıdan da əminəm ki, nüvədilər olur. Sizi bu bayram münasibətindən təbrik edirəm. Məvri İcmasının sədri dostum Fikrət müəllimə və onun bu iclası təşkil edən hər kəsə dərin təşəkkürümü bildirirəm. İnşallah nüvədədən olmasam da Fikrət müəllimlə nüvədəyə ilk gedənlərin sırasında olaram. Sağ olun, var olun, uğurlar sizə. Çok sağ olun Təhmasib müəllim qatıldığınız için, değerli vaktinizi ayırıp bize bu değerli fikirleri söylediğiniz için. İndi isə hörmətli tədbir iştirakçıları, bizim Maral Zəmi kənd icmasında qadınlar üzrə məsul şəxs Nazilə xanıma söz verirəm. Buyurun Nazilə xanım. Bütün tədbir iştirakçılarını salamlayıram. Hər birinizdə xoş günlər arzulayıram. Tariximizin ağrılı, acılı səhifələrindən biri də Qərbi Azərbaycanın qədim kəndi Nüvədinin bugün deportasiyasının 35-ci il dönümüdür. Nüvədi əsrlər boyu Azərbaycanlıların yaşadığı qədim bir məskəndir. Lakin 88-ci ildə baş verən hadisələr əhalini öz dədə-baba yurdlarını tərk etməyə məcbur etdi. Bu hadisələr minlərlə insan taleyində dərin izlər bıraxdı. Doğma torpaqlara bağlı xatirələr isə bu gündə yaşayır. Keçmişi bilmədən gələcəyə addımlamaq olmaz. Ona görə də bütün gənc nəslimizə keçmişdəki olan hadisələri dönə-dönə onların yaddaşında təkrarlamalıyıq ki, yaddaşlarında qalsın. Buna misal olaraq mən öz nənəmin mənə danışdığı bir hadisəni sizinlə bölüşmək istəyirəm. Yəni o vaxt hardasa bir əsrdən artıq keçir ki, nənəm o hadisələri yaşamışdı. Nənəm bu nüvədinin ilk deportasiyası deyil. Çox məlum ki, bu nüvədinin deportasiyasının 3-cü dövrüdür. Yəni, ancaq nənəm o vaxt deyirdi ki, atama, mənim qohumlarım Xoyda qaldı, Qumda qaldı. Mən də düşünürdüm ki, nənəm deyir, gah nüvədiliyəm, gah İranlıyam. Bu nə deməkdir? Ancaq çox sonralar başa düşdüm ki, böyüyəndən sonra, deməli, nüvədi artıq indiki dövrümüzlə 3-cü deportasiyasını yaşayır. Ona görə də mənim bir tövsiyəm var ki, nə qədər, düzdür, mən öz xatirələrimdə yazmışam nənəmin o danışdığı hadisələri, o qədər ağrılı, acılı hadisələrdir ki,
adam hər dəfə danışdıqca həyəcanlanır. O deməli o kənddə canlı şahidi olmuşdu ki, insanları necə qırdılar, necə məhv elədilər. Onların hamısını danışmışdı. Nənəmin 30 nəvəsi var. Ancaq onların içində yadda qalıb, bir dənə mənim yadımda bu hadisələr daha çox qalıb. Onu da öz xatirələrimdə qeyd eləmişəm. Tədbirlərin birində də həmin vaxtı danışmışam mən. Çox sağ olun, diqqətinizə görə təşəkkürlər. Çox sağ olun Nazirə xanım, minnətdarıq. Hörmətli qonaqlar, indi isə Qərbi Azərbaycan İcmasının Mığır rayon İcmasının Gəncə şəhəri üzrə nümayəndəliyin gənclər üzrə məsul şəxsi Fəridə xanım, buyurun. Təşəkkür edirəm Bərahmə müəllim. İlk öncə əziz Mığırlılar, dəyərli ziyalılarımız, ilk öncə hər birinizi salamlayıram və təşkilatlığına görə, yaratdığınız şəraitə görə ilk öncə təşəkkürümü bildirirəm. Bugün təkcə Nüvədi kəndinin 35-ci il dönümünün deportasiyasının anım gününü keçirmirik. Eyni zamanda pozulmuş hüquqlarımızın, ədalətin səsini dünyaya çatdırmaq üçün və illərlə yaşanılan yurt həsrətinə son qoyulmağı üçün və bu cür hadisələrin qarşısını almaq üçün mənəvi cəhətdən birliyimizi nümayiş etdirmək üçün buradayıq. Keçən il 34-cü il dönümünə görə Mığır rayonu Nüvədi kəndinin Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında dəyərli akademikimiz, Şöhrət Ordenli, elimizin ağsaqqalı olan Fikrət müəllim Əliyev və sədr müavinimiz çox dəyərli Bərahmə müəllim Zayrovun təşkilatçılığı ilə Gəncədə möhtəşəm, şəffaf və yadda qalan tədbirimiz keçirildi. Bu gün isə 35-ci il dönümüdür. Əslində Nüvədi kəndinin 35-ci il dönümünə həsr olmuş bu tədbirdə ümidimiz daha da artır. Niyə? Çünki Qarabağın azad olunması, digər tərəfdən işğaldan azad edilən Zəngilan rayonunda tikilən aeroportun girəcəyində Zəngəzura xoş gəlibsiniz ifadəsi. Yəni burada təkcə Şərqi Zəngəzur yox, eyni zamanda Qərbi Zəngəzur da buraya daxildir. Yəni bu cür ifadələr artıq bizə bir mesajdır, siyasi bir mesajdır. Yəni burada yaxın gələcəkdə Zəngəzurun və digər tarixi torpaqlarımızın doğma ata və ana yurdum olan Nüvədi kəndin işğaldan azad edilməsinin yaxın gələcəkdə reallığa çevrilməsi üçün bir göstərişdir. Eyni zamanda artıq Zəngəzur dəhlizinin də təməlinin qoyulması ümidimizi daha da artıran bir işıq yolu oldu. Digər tərəfdən də bu cür qarşıya qoyulan məqsədlərimizdə cənab prezidentimiz İlham Əliyevin təsdiq etdiyi və Qərbi Azərbaycana qayıdış konsepsiyasının qarşısında duran vəzifələrdə artıq bu bizim və bütün dünya üzrə diqqət mərkəzində olan bir məsələdir və əminik ki, bu qarşıya qoyulan vəzifələrimiz layiqincə yerinə yetirilir və artıq göz önündədir. Əslində biz hələ ki heç nə etmirik. Əslində qayıdışdan sonra yeni bir dönüş nöqtəsi olacaq bizim üçün. Yəni təkcə qayıdışa görə yox, elə qayıdışdan sonra da bu cür vəzifələrimizi yerinə yetirməkdə davam edəcəyik. Çünki bu bizim mənəvi və gənclik borcumuzdur və bu cür platformlarda, bu cür maarifləndirici tədbirlərdə, bu cür biliklərə sahib olmamız siz ziyalıların bizlərə göstərdiyi dəstək və yaratdığınız şəraitdən irəli gəlir. Fürsətdən istifadə və son olaraq əslində bu qayıdışla bağlı düzdür, çox şey danışmaq olar, ancaq məlum məsələdir ki, vaxtımız məhdud saydadır. Fürsətdən istifadə olaraq son olaraq demək istəyirəm ki, icmamızın sədri, dəyərli deputatımız Əziz müəllim Ələkbərli və akademikimiz Şöhrət Ordenli, elimizin ağsaqqalı Fikrət müəllim Əliyev başda olmaqla Bərahmə müəllim Zayrova və digər ziyalılarımıza dərin təşəkkürümü bildirirəm və dəstəyinizə görə minnətdaram. Növbəti qayıdışla bağlı keçiriləcək tədbirlərdə də görüşmək ümidi ilə. Sağ olun. Çox sağ ol qızım. Nüvədi kəndində kənd icmasının gənclər üzrə məsul şəxsi Şəbnə xanım Rüstəmova iştirak edir. Xahiş edirəm, o da öz qısa fikirlərini buyursun. Hər zaman bizim tədbirlərdə iştirak edir, dəstək verir. Buyurun Şəbnəm qızım. Salam, hər birinizi salamlayıram. Əslində çıxış olaraq düşünmürdüm, amma yenə də təşəkkür edirəm. Hər birinizi salamlayaraq. Fəridə xanım da elə qeyd elədi ki, keçən il çox möhtəşəm bir tədbir keçirilmişdi Gəncə şəhərində. Hər zamanki kimi bizim akademik böyüyümüz olan Fikrət müəllim başçılığı ilə. Bugün isə onlayn şəkildə keçirdik. Təəssüf ki, yəni məlum səbəblərdən hər birimiz istirahətdə olduğuna görə.
Nə deyə bilərəm? Mən əslində deyilə biləcək bütün sözlər deyildi. Fikrət müəllim olsun Musa müəllim və digər iştirakçılarımızın dediyi sözlərə qoşuluram. Düzdür, biz Nüvədi kəndini görməsək də atalarımızdan, babamızdan, nənəmizdən çox yetəri qədər Nüvədi haqqında məlumat almışıq, eşitmişik. Və həqiqətən də bizim də ən ulu, ən istəkli, ən ulu istəyimiz ondan ibarətdir ki, gedib Nüvədini canlı şəkildə görək və babamızın, nənəmizin, atamızın, yaxınlarımızın gördüyü torpaqları görmüş, oraları ziyarət etmiş olaq. İnşallah ki, bu niyyətimizə tez bir zamanda çatacaq. Buna həqiqətən də hər birimiz inanırıq və inansaq məncə inanaraq da bir amalı yerinə yetirəndə ona daha tez çatmaq olur. Deyə biləcəklərim bu qədərdir. Çünki deyilə biləcək bütün sözləri və bundan da daha gözəl, yəni daha tarixi nəticələri, tarixi belə deyək, statistik formada tarixçilərimiz də bu haqda danışır və elə mənim də araşdırmamda da Nüvədi haqqında keçən ildə bir böyük məqalə yazmışdım və orada düşünürəm ki, yəni düşünürəm yox deyək ki, Nüvədi haqqında tapıla biləcək məlumatları qeyd eləmişik. Amma çox istəyərdim ki, Nüvədi haqqında daha çox elmi məqalələr və eyni zamanda publisistik məqalələr çıxsın ki, tədqiqatçılar və eyni zamanda Nüvədi haqqında məlumatı olmayan insanlar məlumatlansın. Bu həqiqətən tarixi araşdırmaqla, tarixi dünyaya çatdırmaqla biz ancaq belə torpaqlarımızı geri qaytara bilərik və yəni mənim çağırışım belə deyək ki, bundan ibarətdir ki, Nüvədi haqqında, Meğri rayonu haqqında daha çox elmi məqalələr yazılsın, daha çox publisistik məqalələr yazılsın və yayılsın ki, dünya da Nüvədi haqqında bilsin. Çünki mən hər zaman fəxrlə deyirəm ki, Qərbi Azərbaycan ən son çıxan kəndi bizim Nüvədi kəndimiz olubdur. Bu doğrudan da elə belə bir şey deyil. Həqiqətən də yəni Nüvədi kəndinin necə şücaətli bir kənd olduğunu, necə axıra qədər mübarizə apardığını və belə bir kənddən olmağımız bizim üçün fəxr olmalıdır. Çünki biz mübariz olmuşuq. Yəni biz axıra qədər mübarizə aparıb da kənddən çıxmamışıq. Biz sona qədər davamlı şəkildə mübarizə aparıb bir başqa bir Vecinəli kəndində oturub da, yəni yenə də ümidimizi kəsməmişik. Təəssüflər olsun ki, bu belə nəticələndi. Amma inşallah ki, ilk də Qərbi Azərbaycana qayıdan elə Nüvədi kəndi olar. Təşəkkür edərəm. Deyə biləcəklərim bu qədərdir. Çağırışım da elə ondan ibarət idi. İnşallah ki, duyurular, inşallah ki, eşidilər, inşallah ki, bir tarixçi olaraq da mənə də yararlı məlumatlardan, siz böyüklərimiz, alimlərimizin məqalələrindən də yararlanmış olarıq və dünyaya səsimizi çatdırarıq beləliklə. Minnətdaram Şəbnəm xanım dəyərli fikirlərin üçün. Deməli, bizdə əvvəldən planlaşdırılmış söz veriləcək belə deyək, sakinlərimiz vardı, alimlərimiz vardı. Amma burada Mətləb müəllim Maral Cəmidən icma sədri iştirak edir, Hacı müəllim iştirak edir, Səbribəyim xanım iştirak edir, belə deyək, Talih müəllim iştirak edir, Ceyran xanım Əhmədova iştirak edir, Haqverdi və Kəmalə xanım Löç icmasından, Qurbanov Nemət Löç icmasından, indi kimlərin adını deyək, Rövşən müəllim iştirak edir, Leyfaz icmasından Buğaçarlı, Ədalət müəllim. Buyurun, kiminsə sözü varsa, buyursun söz desin, biz sizi yormayaq da, belə də istirahətinizi çox da vaxtınızı almayaq. Buyurun. Hacı müəllim, buyurun, nəsə demək istəyirsiniz? Buyurun. Mən hamınızı salamlayıram, dərin təşəkkürümü bildirirəm. İşrət müəllimə və Rəhman müəllimə ki, belə bir tədbiri planlayıblar. Böyük coşku ilə, böyük qürurla bu tədbirə qatılmışam və bizim icmanın üzvlərinin bir qismi qatılıblar, imkan olanlar. Doğrudan bizim hər birimizin xatirindədir ki, Nüvədi kəndlər içərisində Mığır rayonunun ən gec çıxan kəndlərdən biridir. Amma buna baxmayaraq, 1988 ilin noyabr ayında hadisələr baş verən zaman Nüvədi kəndi demək olar ki, biz löhrülərə qucaq açdı.
Mənim valideynlərim də o zaman o deportasiya məruz qalanlardandır. O zaman bizim qohumlarımız vardı Nüvədi kəndində. Hüseynqulu Dayıgil Rəhimov, şəhid atası, Əvəzin atası, şəhid Əvəzin atası. Mənim valideynlərim o zaman gəlib 15 gün onların evlərində qaldı. Qucaq açdılar onlara. Hamımızın xatirindadır ki, o zaman Azərbaycan Respublikasının səriştəsi rəhbərləri Vəzirov vardı, xatırlayırsanız. Hətta bizə qadağa qoymuş ki, bizim cəmaət gedib öz doğmalarla görüşə bilməz, onlara yardım göstərə bilməz. Valideynlərim oradan çıxandan sonra uzun müddət bu adını, Ağrını, Zəngilanı, Mincivanın o vaqonlarında yaşadılar. Demək olar ki, heç bir Meğrili Nüvədinin o qəhrəmanlığın, insanların cömertliyin unuda bilməz. Unutmaq onun mümkün deyil. Ona görə ki, biz bu gün də onlarla əlaqəmiz var. Onlara gəlib gəlirik, qohumluq əlaqəmizi qoruyuruq. Hər dəfə anam xatırlayanı deyir ki, siz onları unutmayın. Ona görə ki, bizim ən çətin zamanımızda onlar bizə qucaq açdılar. Meğrdən, Lökdən cəmaət çıxan zaman Nemət o hadisələrə şahiddir. Bu tədbir iştirak edir, qoşulubdur. Bizim mövqeyimiz tam Nüvədən fərqlidir. Ona görə ki, bizim çıxışımız qarşıda rayonun özüydü, arxadan Qafan rayonuydu, sökünədə bir yeri yox idi. Bizim hamımızın xatirindadır ki, bizim o sapı özümüzdən olanlar kənddə yetərincə qədər cəmaatda silah da var idi, tüfəng də var idi. Sapı özümüzdən olanlar tüfəngləri başlayaq 85-ci ildən hamısını bir-bir yığdırırdılar. Və bizim kəndə daxil olan heyət isə türmələrdən buraxılmış ermənilərdir. Hamısı silahlı, necə deyim, orada kənddə qalan cəmaatın böyük yaşlılardılar, gənclərin çoxu təhsil almağa getmişdilər, rayonu, kəndi tərk etmişdilər. Bu yüzdən də o kənddə müqavimət göstərmək mümkünsüz idi. Mən belə düşünürəm ki, tək Nüvədi deyil. Zəngəzur olsun, Göyçə olsun, Qərbi Azərbaycan cəmaatının hamısı qürurlu, şərəfli, mərd, cəsarət insanlardılar. Sadəcə olaraq mən onu demək istəyirəm ki, bu gün də söhbətlərimiz olur da Qərbi Azərbaycan müxtəlif bölgənin yoldaşlarla, dostlarım var, tanışlarım var, ziyalılar var. Onların böyük qismində Zəngəzura, Göyçəyə, Qərbi Azərbaycanın digər bölgələrinə qayıdış hamının köksündə bir yara kimi qalmaqdadır. Aparılmış mən uzun zaman orduda xidmət elədim. Xidmət elədiyim dövrdə də hətta ordu mənsublarının böyük qismi Qarabağın azad olunmasına inanmırdılar. Böyük qismi. Amma aparılmış Cənab Prezidentin siyasət sayəsində ordunun mükəmməlləşməsi, silahlanmanın yenilənməsi sayəsində biz ona Cənab Prezidentin rəhbərliyi altında nail olduq. Mən düşünürəm ki, qısa vaxt ərzində ilk qayıdış Nüvədi yoludur. Mən Lökdə olmağıma baxmayaraq, mən də Nüvədiliyəm. Burada iştirak edilən hamısı Nüvədilidir. Biz belə düşünsək hamımız, o zaman biz qələbəyə daha tez yaxınlaşarıq. Biz düşünməməliyik, mən Löklüyəm, Maral Zəmliyəm, Zəngəzurluyam, Göyçəliyəm, yox. Bugünkü gün hədəfimiz Nüvədidir. İlk hədəf Nüvədidir. Mən əminəm ki, ən qısa vaxtda mənim doğma Nüvədililərim hamısı Nüvədiyə qayıdacaq. Mən də o sıraların birində olacağım. İnşallah Allah qismət eləsin. Şəhət müəllim sizə bir daha dərin təşəkkür bildirəm. Bərəhman sizə dərin təşəkkür bildirəm ki, insanların fikirlərini paylaşmağı siz imkan yaradırsınız. İnsanlar fikrini bildirsinlər. Tarixi xatırlatsınlar. Mənim üzü sürəm hamımızdan övladlarım heç orada doğulmayıblar. Amma onlar hər ikisi bir çırpıntı ilə ata, sən Meğri boşalanda qayıdırsanmı? Mən deyirəm, oğlum, bu evim, nəyim, hamısını qoyub qayıdırdım. Mən doğma kəndim üçün babalarımın, nənələrimin, soy kökümün məzarlarını ziyarət etmək üçün, uşaqlığımın, körpəliyimin keçdiyi kənddə bir daha qayıdıb olaraq xatırlamaq niyyəti ilə, bu arzu ilə yaşayıram. Düşünürəm ki, Allah inşallah bizə o istəyi, arzu nəsib eləyər, hamımız birlikdə öz doğma torpaqlarda qayıdarıq. Öpürəm hamımızı, var olun, bağrıma basıram. Vədə görüşmək ümidlə. Sağ olun. Çox sağ olun Hacı müəllim, dəyərli fikirləriniz üçün. Buyurun, kiminsə sözü varsa buyursun. Yəni bura onlayn görüşdür. Buyurun.
İndi isə qayıdış bəyannaməsinin səsləndirməsinə başlayıram. Bu bəyannamə 88-91-ci illərdə Meğrı rayonunun Nüvədi, Aldərə, Tuğut, Leyfaz, Maralzəmi, Lök, Əkərək və digər yaşayış məntəqələrində deportasiya olunmuş soydaşlarımızın doğma yurtlarına qayıdış ifadəsini, tarixi ədalətin bərpasına olan sarsılmaz inamını və milli həmrəyliyimizi ifadə edir. Biz bu gün burada toplaşan tədbir iştirakçıları olaraq bir daha qətiyyətlə bəyan edirik ki, deportasiya olunmuş soydaşlarımızın pozulmuş hüquqları tam şəkildə bərpa edilməli, onların doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı təmin olunmalıdır. Baş vermiş tarixi ədalətsizliklər və həqiqətlər beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmalıdır. Necə ki, çatdırılır. Biz əminliklə bildiririk ki, Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası və Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi zəfər bu müqəddəs qayıdışın təmin olunması üçün möhkəm zəmin yaratmışdır. Bu bəyannamə ilə biz keçmişin acı xatirələrini unutmadan, gələcəyə inamla baxaraq milli iradəmizi bir daha ifadə edir və bəyan edirik. Biz qayıdacaq. Sonda yekun nitq üçün sözü Mığrı rayon icmasının sədri, elimizin ağsaqqalı akademik Fikrət müəllim Əliyevə verir. Buyurun Fikrət müəllim. Əziz iştirakçılar, əziz Mığrılılar, nüvədirlər, qonaqlar, hamınıza bir daha öz minnətdarlığımı bildirirəm. Doğrudan bugün biz sanki hərə öz torpaqlarında oldu. Bu anları, həmin anları yaşadıq. Mən düşünürəm ki, bu çox böyük bir tədbir idi. Bizim qayıtmağımızı daha da bu elə bir vəsilə yaratdı. Bizi daha da bizim əqidəmizdə möhkəmlik yaratdı ki, biz hökmən öz torpaqlarımıza qayıtmalıyıq. Əziz iştirakçılar, əziz ellilərim, doğrudan vəziyyət gəlib elə Musa müəllimin sözü olmasın, elə bir zamana gəlib çatıb ki, mən qonşularımızın başqa yolu yoxdur. Bizim ora dönməyimizin və dinç yanaşı yaşamağımızın kökləri artıq görünməkdədir. Bizi bu vəziyyətə gətirənlərin özlərinə gündədir, ona diqqətinə fikir verin. Bu kökdə duranlar kim idi? Özlərinin başına gələn hadisələrə baxın. Görün nə vəziyyətdədirlər. Nəhayət, Ermənistanın yeni dövlət başçısının, rəhbərlərinin əvvəlki sərt mövqedə olmamaqları bizə artıq müəyyən bir fikir yaradır ki, biz ora dönəcək. Təbii bunun kökündə bizim dövlət başçımızın, əziz İlham Əliyevin apardığı sülh siyasəti durur. Baxın, düz bir il bundan əvvəl 8 avqustda Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanması, paraflanması bugün üçün böyük bir vəsilə yaradıb. Biz bir daha ümid edirik, fikir verin. Biz düşünə bilərdik ki, Zəngəzur dəhlizi haqqında söhbətlər geçsin. Artıq Trump dəhlizi deyirlər, o da Zəngəzur dəhlizidir, fərqi yoxdur. Onun haqqında danışıqlar gedir, hazırlıqlar gedir. Artıq Türkiyədən, Türkiyənin Qasdan gələcək dəmir yolunun hazırlanması haqqında məlumatlar eşidirik. Azərbaycan demək olar ki, Ağbəndə qədər bütün dəmir yol layihələrini hazırlayıb, layihə ilə bağlı çox böyük işlər yerinə yetirilib. İndi qalır həmin dəhliz, Zəngəzur-Trump dəhlizi. Düşünürəm ki, bu qarşıdakı ildə o məsələ də həll olunacaq. Bizim öz torpaqlarımıza gedib təbii sülh əqidəsi ilə, sülh ilə gedib öz torpaqlarımızda dinç yanaşı yaşamağımız gündəliyə gələcək. Bir də hamınıza minnətdaram. Burada iştirak edənlər də, etməyənlər də müəyyən səbəbdən əziz müəllim öz minnətdarlığımı bildirirəm, düzdür. Texniki səbəblə qoşula bilmədi. Hamınız sağ olun, var olun, Allah sağlıq versin və tezliklə öz torpaqlarımızda görüşmək eşqi ilə. Minnətdaram, sağ olun.
Çox sağ olun əziz müəllim, Sağ olun. buradadır, dinləyə bilir. Sadəcə belə deyək də, müəyyən texniki səbəblərə görə danışa bilmədi. Özü buradadır, o burada dinləyir indiyə qədər. Burada olan bütün ziyalarımıza, ağsaqqallarımıza, gənclərimizə minnətdarlığımı bildirirəm. Buyurun, kiminsə yenə sözü varsa, bir xatirəsi varsa, yoxdursa da Allah hamınızdan razı olsun. Dərin minnətdaram ki, vaxtınızı bu istidə ayırıb. Bunu da onlayn ona görə biz təşkil edirik ki, hər halda sizin vaxtınıza biz dəyər verdiyimiz üçün bunu edirik. Çox sağ olun, minnətdarım. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Təşəkkür edirik. Sağ olun. Sağ olun. Dağlarda səslənir çoban avazı, kimsə unutmayın doğma lehvazı. Qanlı zəminlər igidlər yaylağı, dağlar gözəlidir maral oylağı, baldırgan çeşməsi turşsu bulağı, qan təpəri kəklik otu yarpızı, kimsə unutmayın doğma lehvazı. Mülkəndinin laləzər çəmənləri, Tağ əmirin ətirli çiçəkləri, qan təpərin məlhəmli ləçəkləri, soyuq dağın ələngəzin ayazı, kimsə unutmayıb doğma lehvazı. Hey torpağın dağıtdılar, oydular, var dövlətin sərvətini soydular, zülm etdilər, qaçqın adı qoydular, ayrılıqdır alnımızdakı yazı, kimsə unutmayıb doğma lehvazı. Buğakara ziyarətə gələnlər, Sultan Seyid Əhməd ağa sevənlər, qara qoçu qurbangahda kəsənlər, səcdə edib qılacaqlar namazı. Allahım unutma doğma lehvazı. Elinə yurduna canını verər, torpaqdan doğulan torpağa gedər, tarix yaddaşında saxlasa əgər, qəhrəman aydını Hoşçasa dinləyə bilərsiniz. yaradan unutmaz bizim lehvazı. O dağlardan, dərələrdən uzaq, cismən ahıl, ürəklərdə uşağı, əlikmələr, pisi bülbül nəğməsi, dağlarda səslənir çoban avazı, kimsə unutmayın doğma lehvazı, kimsə unutmayın doğma lehvazı. Mən həm Şamil Zəngəzur dağları ucalın zirvən, gedim sənə qəlbim, vətənim mehri, sərin suyun axır, meyvən şirin, gözlərində əksin bağların çiçəkli, dağların ürəyi çarpaz sərt amma gözəl, hər nəfəsin bizə sevgini öyrədər, rüzgarınla danışır, quşların oxuyar, vətənim mehri ruhumu qucaqlayar, anaraz gözü yaşlı baxışın dərin, səni öpərəm
sevən. Gedim sənə qəlbim, tənim verir. Sərin suyun axır, meyvən şirin. Gözlərimdə əksin bağların çiçəkli. Dağların ürəyi çarpaz sərt ama gözəl. Hər nəfəsin bizə sevgini öyrədər. Rüzgarınla danışır, quşların oxuyar. Vətənim məğri Boşluqda dinləyə qucaqlayar. Anaraz, gözü yaşlı baxışın dərin. Səni öpərək alırıq həsrət dolu ürəkdə. Hər qarış torpağın, hər çiçək, hər daşın sevgiyle dolu